اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم اجعل لي فيه نصيبا من رحمتك الواسعة، واهدني فيه لبراهينك الساطعة، وخذ بناصيتي إلى مرضاتك الجامعة، بمحبتك يا أمل المشتاقين. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi teyyibin tahirin. Mübarek Ramazan ayının 9. gününün duası ve onun şerhi. Allahümme ec'alli fihi nesiben min rahmetikel vasi'ah. Bugünkü gündə də Pərverdigarı aləmdən, Allahımızdan bir neçə mühüm şeyləri diləyirik, istəyirik. Onlardan əvvəlincisi bundan ibarətdir ki, ey mənim Allahım, Pərverdigara, bugünkü gündə öz geniş rəhmətindən, vəsi rəhmət-i vasiədən, öz geniş rəhmətindən mənim üçün də pay ayır, mənə də pay nəsib elə bugünkü geniş rəhmətindən. Allahın rəhməti haqqında Allah təbarək və Teala özü buyurubdur ki, və rəhməti vasiət kullə şey. Mənim rəhmətim hər bir şeydən böyükdür. Allahın rəhməti hər bir şeydən böyükdür. Və huvə ərhamur rahimin, rəhimlilərin rəhimlisi, mərhəmətlilərin mərhəmətlisi Allah təbarək və Teala'dır. Həzrəti Musa Peyğəmbər əla nəbiyyinə və alih bir gün soruşdu, Pərverdigarı aləm, ey mənim Rəbbim, bu kəndin, bu şəhərin insanları içərisində sənin xoşlamadığın, ən şər bildiyin insan, adam kimdir? İlah gəldi, ya Musa, əvvəl mən yaxrucu minəl Mədinə və ənqətu ibadi iləyyə. Bu şəhəri əvvəlinci kəs ki tərk edəcək, yəni o dövrdə insanlar şəhərdən, yaşadığı yerdən xaric olub səhər, sübhdən gedərdilər çölə, səhraya, meşəyə, odun, çöp yığıb ki, gətirmək, ya öz bostanlarında işləmək. Bəli, şəhəri tərk edəcək, şəhərdən çıxıb gedən, səhər, sübhdən əvvəlinci kəs kimi görsən, bil ki, ən acığın gələn kəs bu şəhərdə odur. Həzrəti Musa əleyhissalam gördü ki, bir qoca kişi, şeyxən tayyən, bir qoca bir kişi ki, öz nəvəsi ilə birlikdə gedir. Əvvəlinci o şəxs, o qoca, yaşlı bir adam xaric oldu şəhərdən, ondan sonra digər insanlar bildi ki, bəli, budur. Və indəl qurub, elə ki, qurub vaxtı oldu, axşam vaxtı oldu, Həzrəti Musa Peyğəmbər dedi, İlahi, ərini əhəbbə xəlqi fi hazihil Mədinə. Sənin bu xəlqün, məxluqatın içərisində, bu insanlar içərisində, bu şəhərdə ən sevdiyin insanı mənə indi göstər. Acığın gələn, düşmən biləni bildim. O kişi idi. Bəs ən sevdiyin bu şəhərdə insan kimdir? İlah gəldi, ya Musa, ən axırıncı kəs ki, axşam qurub vaxtı şəhərə daxil olacaq, həmən o kəs mənim ən sevdiyim kəsdir bu kənddə, bu şəhərdə. Həzrəti Musa əleyhissalam gördü ki, bütün insanlar qayıdır, ən axırda həmən səhər gördüyü, sübh tezdən gördüyü o kişi ki, Allah onu ən acığı gələn, Allahın xoşlamadığı bir insan kimi Allah Teala Həzrəti Musa əleyhissalama tanıtdırmışdı. Həmən şəxsdir, öz nəvəsi ilə birlikdə qayıdır. Həzrəti Musa əleyhissalam dedi, İlahi Pərverdigara, necə ola bilir ki, bir şəxs günün əvvəlində sənin ən acığın gələn bir kəsdir, amma günün axırında sənin ən sevimli bir bəndəvə çevrildi. Səbəb nə idi bunun hikməti? Dedi, ya Musa, onun nəvəsi elə ki səhrada idi, baxdı səhranın böyüklüyünə, əzəmətinə,
ucu bucağı görsənməyən bir səhra. Dedi ki, ey baba, ma ekber ve azam hazihi səhra. Bu səhra nə qədər böyük, nə qədər əzəmətli, ucu bucağı olmayan geniş bir səhradır. Bundan böyük bir şey olar mı? O yaşlı kişi nəvəsinə belə cavab verir. Ya bu neyyə? Rəhmətullah avsə. Allahın rəhməti hər bir şeydən böyüdür. Bu səhranı görürsən. Allahın rəhməti, mərhəməti, öz bəndələrinə olan məhəbbəti, bağışlamağı bu səhradan, bütün səhralardan, aləmlərdən, hər bir şeydən genişdir. Ya Musa, bitəmcidihi və təbliğihi hadihir risalə. İnnə rəhməti vəsiət kullə şey. O ki, məni böyük bilib və mənim bu hökmümü, mənim rəhmətimin böyük olmağını mənə sığınıbdır, rəhmətimə sığınıb və düzgün şəkildə bu risaləti təbliğ edibdir ki, mənim rəhmətim hər bir şeydən böyükdür. Bunu başa düşüb və o yeniyetmə, o nəvəsinə bunu düzgün çatdırdığına görə ənə qəfərtu ləhu zunubə. Mən onun bütün günahlarını mən bağışladım. İnne rəhmətəllahi qəribun minəl muhsinin. Dəyərli bazı qardaşlarım, Allahın rəhməti kimlərə aiddir? Bütün yaxşı əməl sahiblərlə. İnsan gözəl əməl iş görər ki, Allahın rəhmətinə yaxın olar ki, Allah Teala buyurur, mənim rəhmətim, Allahın rəhməti ehsan edən, yaxşı iş görənlərə yaxındır, onlara şamildir. Bəli, bugünkü gündə diləyimiz o oldu ki, Pərverdigar-ı aləm öz geniş rəhmətindən mənə də pay ayırgıram. Quran təfsirlərində, hədis rivayətlərdə oxuyuruq ki, Allah Teala öz rəhmətin 100 hissəyə bölübdür. Allahın rəhməti 100 hissədən ibarətdir. Bir hissəsini Allah Teala nazil eləyib yerə, bütün canlılar, bütün məxluqat arasında bölübdür. Həmin o bir hissədən hələ bir pay düşübdür ki, belə ki, o bir pay ki, bölünüb bütün bəşəriyyət, bütün məxluqat arasında həmin rəhmətə görə valideyn övladına, insanlar biri digərlərinə ki, rəhm edirlər, qəlblərdə mərhəmət hissi var. 99'un Allah nazil etməyib. Nəyə görə? Saxlayıb özü qiyamət günü mömin bəndələri ilə rəftar eləyəcək, davranacaq ki, Allahın rəhməti o qədər geniş, o qədər böyükdür. Allahın ən böyük rəhməti, əlbəttə, ən böyük rəhməti Xatamul Ənbiya Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi və onun pak əhli beytidir ki, belə ki, və ma ərsəlnəkə illə rəhmətən lil aləmin. Ey Peyğəmbər, səni aləmlərə rəhmət olaraq göndərdik. Bəs bugünkü gündəki Allahın rəhmətindən istəyirik, payımız olsun. Allah Xatamul Ənbiya Həzrət Peyğəmbər əleyhissalamın məhəbbətini, Ali Muhammedin məhəbbətlərini qazanmağı bizlərə nəsib elə ilah Pərverdigar. O geniş rəhmətdən bizim də payımız olsun. Belə ki, Əhl-i Beyt əleyhissalamın mübarək Ramazan ayında oxuduğu dualardan ki, biz bilirik, oxuyuruq ki, və orada elə bir cümlə var. Pərverdigar-ı aləm, əgər məni cəhənnəmə atsan, cəzalandırsan, bu sənin düşmənlərinin sevinməyinə səbəb olacaqdır. Amma yox, məni bağışlasan, əff eləsin, məni cənnətlə müjdələyib, cənnətlə mükafatlandırsan, ilah Pərverdigara, bu sənin Peyğəmbərin qəlbini şad eləyəcək, Peyğəmbərin sevinməyinə səbəb olacaq. And olsun sənin izzəti cəlal və ilah Pərverdigara, sənin Peyğəmbərin sevinməyi, Peyğəmbərin qəlbinin şad olmağı sənə daha xoşdur. Bəli, Allah bugünkü gündə öz geniş rəhmətindən mənə də pay ayırgınam. İmam Səccad əleyhissalatu vəssalama dedilər, Yəbnə Rəsulillah, bəs Həsən-i Bəsri belə bir söz deyir. Leysəl əcəb mimmən hələk keyfə hələk və innəməl əcəb mimmən nəcə keyfə nəcə. Deyir ki, o insanlar ki, müxtəlif hadisələrdə, müxtəlif şəkillərdə, faciəvi və yaxud qeyri surətdə ki, həlak olub gedirlər, bu təəccüblü deyil. Təəccüblü odur ki, ətraf bəlalarla dolu, müxtəlif bəlalarla üzləşmək mümkündür. Bəs təəccüblü budur ki, yəni Həsən-i Bəsri belə deyib, təəccüblü budur ki,
insanlar ki var, həlak olmur bu qədər bəlaların içərisində, nicat tapırlar, bu təəccüblüdür. Yəni, həlak olanlar bizi təəccübə gətirməsin ki, necə oldu, bəla, mübtəla oldu, bəla ilə rastlaşdı, belə bir faciə oldu. Bu deyil, təəccüblü deyil. Təəccüblü həlak olmaq deyil. Təəccüblü odur ki, o nicat tapanlar bir belə bəlaların içərisində, bu afət dolu, bəlalar dolu dünyada ki, başlarını səlamət çıxardırlar, sağ qalırlar. Təəccüblü budur. Bu sözü İmam Əleyhisselama deyəndə Həzrət buyurdu ki, xeyr. İmam buyurdu ki, leysəl əcəb mimmən nəca keyfə nəca. O nicat tapanlar necə nicat tapıb, bu təəccüblü deyil. Əksinə və innəməl əcəb mimmən hələk keyfə hələk. Həlak olanlar necə həlak olub ki, düzdür, bəlalar çoxdur, hər tərəf bəlalar nazil olur. Lakin Allahın bu qədər rəhməti var, geniş rəhməti heç bir şeylə müqayisə olunmaz. Allahın ilahi bir rəhmət ola, ilahi bir rəhmət aydır, əziz, dəyərli bacı qardaşlarım ki, bu müqəddəs ay, Ramazan ayı, bu gecələr ki, bərəkətli gecələr, Allahın rəhmət dolu anları, hər ləhzəsi. Təəccüblü odur ki, həlak olanlar necə olur bu qədər rəhmətin içərisində, bu geniş rəhmətin içərisində həlak olub gedirlər. Bəli, Allah bugünkü gündə öz o geniş rəhmətindən ki, mənə də pay nəsib elə, vahdini fihil bərahini kəs-satiə. Allah o bürhan nəyə deyərlər? Bürhan yəni açıq aşkar güclü dəlillər. Allah məni hidayət elə açıq aşkar dəlillərin də. Quran-ı Kərimdə ayə-i şərifədə oxuyuruq. Bir dəstə insanlar gəldilər Həzrət Peyğəmbər əleyhissalama, sanki minnət qoydular ki, bax, biz sənin sözünü qəbul etdik, biz olduq müsəlman, biz səni Peyğəmbər bildik, qəbul etdik, olduq mömin, sənin arxanda qalıb namaz qılırıq, biz olduq müsəlman. Bunu yaddan çıxartma ya. Sanki minnət qoyurlar Həzrət Peyğəmbər əleyhissalama. Allah Teala buyurur ki, və yəmunnuna aleykən əsləmu. Peyğəmbər sənə minnət qoyurlar ki, onlar müsəlman olublar. Mənə minnət qoymuyor. O la təmunna aleyyə İslamıkum. Öz müsəlman olmağınızı mənə minnət qoymuyor. Bəlillahu yamunna aleykum. Bəlkə Allah sizə minnət qoyur ki, siz minnətdar olmasınız. Allah sizə minnət qoyur ki, ən hədakum lil iman. Sizi iman gətirmək üçün Allah hidayət elədi. Öz məhəbbətin saldı sizin qəlbinizə. Dəlillər göstərdi. Allah Teala bir para dəlillər, açıq-aşkar dəlillər göstərdi ki, o dəlillər vasitəsilə siz Peyğəmbərin haqq olduğunu başa düşdünüz ki, Allaha iman gətirdiniz. Ki, ən hədakum lil iman in kuntum sadiqin. Əgər doğru deyirsinizsə, doğrucusunuzsa, bəli, bunu etiraf edin. Bilin ki, Allah sizə minnət qoyur ki, Allah sizə açıq-aşkar dəlillər göstərdi və siz müsəlman oldunuz, İslam dinini qəbul etdiniz. Bəli, Allah hidayət eləməni o açıq-aşkar dəlillərinlə. Açıq-aşkar dəlillər Əmirul Müminin Həzrət Əli əleyhissalatü vəssalamdan dedilər ki, sən ki bu qədər cihad eləyirsən, bu qədər Allah xofu var səndə, bu qədər ibadət eləyirsən, həl rəəytə rəbbək, sən o Rəbbivi, Allahı, Pərvərdigarı bəyəm görmüsən, bu qədər qorxursan, bu qədər diqqətlisən, bu qədər onun razılığı üçün ki, sən səy edirsən, çalışırsan. Həzrət buyurdu ki, mən görmədiyimə ibadət etmərəm. Əlbəttə görmüşəm. Bəs necə görmüsən onu? Həzrət buyurdu ki, adi gözlər onu görə bilməz. Lakin insanın bəsirət gözü, insan açıq-aşkar o dəlillər ki var Allahın varlığına, Allahın divanının haqqa, qiyamət gününə açıq-aşkar dəlillər ki var, o dəlillər kifayət eləyir. Və növbəti kəlmədə duanın axırında oxuyuruq. Allahdan istəyir ki, və xuz binasiyyəti ilə mərzatikəl camiyə. Allah bugünkü gündə ey arzu çəkənlərin ən yüksək arzusu, onların müştaqı, bugünkü gündə məni çək ginən, mənim çəklimdən tut çək,
ki öz razı olduğun işlərə tərəf məni hidayət elə, məni çək o işlərə tərəf ki, sən razısan Pərverdigar-ı aləm. Ki belə ki Allah Teala Qur'an-ı Kərimdə rəziyallahu anhum və rədu an zalikə limen xəşyə rəbbə. Bəs Allahın razılığı necə olar? Hansı yollarla, hansı səbəblərlə Allahın razılığına yaxınlaşmaq olar? Allah Teala buyurur ki, o möminlərdən Allah razıdır ki, onlar da Allah'tan razıdırlar. Bu ona görədir ki, o səbəbə görədir ki, onlar Allah'tan qorxurlar. Allah'ın əmrlərindən çıxmağa, günah etməyə qorxurlar. Qiyamət gününün cəzasından qorxurlar və buna görə də Allah onlardan razıdır və onlar da Allah'tan razıdır. Allah bugünkü gündə öz rəhməti və öz razılığına tərəf məni çəkkinə. Hz. Musa əla nəbiyyinə və alih və aleyhissalam ki, bir gün Musa Peyğəmbər dedi, İlahi, əxbirnə ən ayəti rizaq, ən əbdin. Mənə xəbər ver, bir bəndədən ki, sən razısan, onun nişanəsi, əlaməti hardandır? Biz necə bilək ki, sən filan bəndədən razısan? Bir əlamət, bir nişan ki, biz bilək ki, bu Allahın razı olduğu bir bəndədir. Allahu ya Musa. Allah Teala vəhş göndərdi. Ey Musa, İza rəəytəni uhayyiyu əbdi li taəti. Əgər görsən ki, mən bir bəndəmi hazır etmişəm, mənim itaətimdədir. Bir bəndəni o hala gətirmişəm ki, o bəndə canı dildən çalışır, mənə itaət eləyir. Mənim itaətimdədir. Və günahlardan çəkinir, yayınır. Bizim dövrümüzdə görərik ki, bəli ki, bir mümin bəndə haram məclislərdən, məsələn, ləhv-ü-ləib, musiqi, şərab məclisləri olsun, o məclislərdən yayınır, qaçır, qorxur Allahdan. Və ibadət, itaətdə müntəzəmdir. Əgər görsən ki, belə bir bəndə, bu sifətlər var o bəndədə, fəzəlikə ayət riza. Bu mənim razılıq əlamətimdir. Bil ki, mənim razı olduğum bəndə odur. İlah Pərverdigara, sənə and veririk İzzət-i Cəlalıma. Allah bizi öz razı olduğum bəndələrdən qərar ver. O geniş rəhmətindən bizim də payımızı, nəsibimizi qərar ver. Əllərimizi sinələrimizə naümid qaytarma. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.